Hacıval Abutalovu qaqdan qovuldu. Maraqlıdır. Niyə? Hacıval Abutalovu qaqdan qovmaq mı olar? O elə belə kişilərdən birisidirmi ki, qovulsun? Bir xəbərə nəzər salın. Doğrudan da əsaslı bir səbəb tapıblar ki, bu kişiyə qarşı bu münasibəti göstəriblər. Bəli, ölkə mediası bu günlərdə Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıval Abutalobun Qaxın Ağçay kəndindən Bakıya köçməsi barədə xəbərlər tirajlanıb. Əldə edilən məlumata görə Hacıval Abutalov bu addımı məcburan atıb. Onun sakinlərlə məişət zəminində ciddi ixtişaş yaşadığı qeyd edilir. Ona görə də sabiq mer artıq xeyli müddətdir Qax ərazisində görünmür. Hətta sakinlər tərəfindən qovulduğu iddiaları da var. Mən inanmıram. Hacıval müəllim, mən inanmıram ki, elə kobudluq etsin. Əksinə mən düşünürəm ki, o Qaxda insanlarla münasibətləri daha səmimidir, daha safdır, daha sadiqdir. Təbii ki, istinad edirəm Publika.az, o da Modern.az. Qax rayon İcra Hakimiyyətinin İlüsu kənd inzibati ərazi dairəsi nümayəndəliyinin sədri Nəzim Həşim Həsənoğlu əlaqə saxlanılıb. İcra nümayəndəsi sayta açıqlamasında Hacıval Abutalovla bağlı onda heç bir məlumatın olmadığını bildirib. Hacıval Abutalovu görməmişəm. Hazırda harada olması barədə də məlumatım yoxdur. O vaxt xəbərim var idi, indi yoxdur. Haradadır, necədir bilmirəm. İşimiz o qədər çoxdur ki, yalnız vətəndaş müraciət etdiyi halda məsələdən xəbərdar oluruq. Həşim Həsənov deyib. Ağçay kəndi İlüsu inzibati ərazi dairəsinə daxildir. Bilirsiniz ki, Hacıval müəllim də 3 ilə yaxındır ki, Qax rayonunun Ağçay kəndində yaşayırdı. Onun ora köçməsinə isə, merin ora köçməsinə, sabiq merin ora köçməsinə həyat yoldaşının məhz oralı olmasıdır. Və Hacıval müəllim 1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Bakı şəhəri Suraxanlı rayon İcra Hakimiyyətinin başçısı işlə və digər vəzifələrdə olub. Burada mənim üçün maraqlıdır ki, icra nümayəndəsi deyib ki, İcra Hakimiyyətinin, Qax rayon İcra Hakimiyyətinin İlüsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sədri Həşim Həsənov deyib ki, mənim işlərim o qədər çoxdur ki, yəni insanlarla maraqlanmağa vaxtım yoxdur. Hacıval müəllim sıradan birisi deyil axı. İnanın ki, o kətdən çıxır, həmən bilirsiniz. Kəndə dönür, həmən bilirsiniz. Bir daşı daş üstə qoyur, həmən bilirsiniz. Necə ola bilər onun haqqında xəbəriniz olmasın?